konservatoriyası, bakalavr, 5-ci kurs qiyabi, elmi rəhbər sənətşünaslıq doktoru professor Ülkər Əliyeva 18-19-cu əsrlərdə Qərbi Avropa bəstəkarlarının instrumental əsərlərində türk üslubu. Hörmətli Kamil xanım, professorlərim, müəyyən olanlar, hamınızı salamlayıram. Mövzumuz 18-19-cu əsrlərdə Qərbi Avropa bəstəkarlarının instrumental əsərlərində türk üslubu. İkinci Məhməd Konstantinopolu fəth etdikdən sonra Osmanlı dövləti imperiyaya çevrilmiş və 16-18-ci əsrlərdə Osmanlı imperiyası öz təsirinin ən yüksək nöqtəsinə çatmışdır. Türk üslubu, türk yeri 16-17-ci əsrlərdə Qərbi Avropa mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. Bu termin Osmanlı mədəniyyətinin xüsusiyyətlərini əks edərək Avropalılar tərəfindən egzotik, döyüşkən və parlaq bir üslub kimi qeyd edilir. İncəsənət, dəb, musiqi üçün güclü bir ilham mənbəyi olmuşdur. Avropada türk musiqiçilərinin ifası ilk dəfə 1699-cu ildə Viyanaya türk nümayəndə heyətinin Karlovitz sülh müqaviləsinin bağlanmasını qeyd etmək üçün gəlməsi ilə tanış oldular. Sülh müqaviləsini qeyd etmək üçün türk diplomatiyası bir neçə gün davam edən çıxışlar üçün Yeniçərilər və digər sənətçiləri Viyanaya dəvət etmişdir. Zəhmət olmasa slaydı ki. 18-ci əsrdə Qərbi Avropada klassik bəstəkarlar öz əsərlərində əsasən Yeniçəri orkestrinə bənzətməyə çalışırdılar. O cümlədən türk musiqiçiləri dəvət edirdilər. Avropada 17-18-ci əsrlərinin bəstəkarları üçün türk musiqisinin iki mənası var idi. Şərqi oriental, yəni onun egzotik əyləncəli dəyəri və hərbi. Türk assosiasiyası tez bir zamanda yox olmadı. Hətta 1820-ci illərdə Beethoven 9-cu simfoniyasının son hissəsini planlaşdırarkən xüsusi qeydlərinə onun türk musiqisini ehtiva edəcəyini qeyd etmişdir. Müasir dövrdə də orkestrin zərb bölməsini təsvir etmək üçün türk bölməsi termini istifadə olunur. Qərbi Avropa bəstəkarlarının 17-18-ci əsrlərdəki yaradıcılığında Türkiye anlayışından istifadə edilən musiqini tamamilə türk musiqisi adlandırmaq olmaz. Bu dövrün Avropa bəstəkarları və musiqi nəzəriyyəçiləri müəyyən bir ölkənin, regionun səs üslubunu mənimsəmək üçün etno-musiqi ilə maraqlanmırdılar. Ona görə də Alaturka üslubu adı altında fərdi melodik dövriyyələrdən, metodritmik elementlərdən istifadə, orkestrin tembral səsinin əlavə zərb alətləri ilə adətən böyük davul, üçbucaq sincilər, həmin alətlərlə gücləndirilirdi. Bu alətlər Osmanlı türkləri tərəfindən hərbi musiqilərdə istifadə edilən alətlər idi. Habelə fleyta pikolonun istifadə edilməsi nəzərdə tutulurdu. Pikolonun iti tonu Osmanlı Yeniçəri musiqisində zurnanın kəskin səsinə oxşayırdı. Zəhmət olsun. Beləliklə, türk musiqisi Avropada iki mənaya malik idi. Şərqi oriental türk musiqisinin əyləncəli dəyəri, egzotikliyində Yeniçəri musiqisi idi. Türk və ya dəqiq desə Yeniçəri musiqisi zərb alətlərində tez-tez bu ritmlə qururdu. Bu ritm əskərlərin yürüş addımına uyğun gəlirdi. Yəni, sol, 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 sağ, sol. Yeniçəri musiqisinin özünə məxsus tembr və ritm kompleksinin xüsusiyyətləri Avropa opera simfonik musiqisinə təsiri olduqca nəzərə çarpan olmuşdur. Grieg, Gluck, Gendel, Scarlatti, Vivaldi, Rameau, Haydn, Mozart, Rossini, Şpor və s. bəstəkarların operalarında, musiqilərində bu üslub xüsusilə istifadə edilmişdir. Zaman keçdikcə artıq böyük tambur, üçbucaq, simbal, sincilər və fleyta pikolonun türk atmosferi yaratmadan istifadəsi mümkün oldu. Və 19-cu əsrin sonlarında simfonik bəstəkarlar bu alətləri sərbəst şəkildə ifa edirlər. Beləliklə, türk alətləri Osmanlı hərbi musiqi ənənəsinin qərb klassik musiqisinə töhfəsi oldu. Yuxarıda qeyd olunan mənada türk musiqisi həmişə canlı tempdə malik olmuş və demək olar ki, həmişə yürüş janrında olmuşdur. Türk musiqisinə olan maraq əsasən türklərin Avropanın hərbi rəqibi olması ilə bağlı idi.
Mədəni fərqlər, eləcə də çoxsaylı türk yürüşlərinin yaratdığı həyəcan görünür, Viyanalıların türk mədəniyyətinə olan maraqını artırmışdır. Avstriyalı bəstəkarlar türk üslubunda bir sıra instrumental musiqi əsərləri bəstələmişdilər. Bunlardan Mikhail Haydn'ın, Yosif Haydn'ın qardaşı, Türk marşı, Wiener simfoniyası nömrə 6, Türk simfoniyası, Romberg'in Simfoniya Alaturka nömrə 4 qeyd etmək olar. Salieri və Mozart'ın tələbəsi olmuş, sonuncu Requiem'ini tamamlaması ilə tanınmış Züsmayer Türk simfoniyasına daxil olmaqla bir neçə türk əsərləri yazmışdır. Paul Wronski'nin Kommuzik Turka adlı simfoniyası geniş məşhurlaşmışdır. Qərbi Avropa bəstəkarlarının bu dövrdə yazdığı instrumental əsərlərdən Haydn'ın üslubunda yazan Hollandiyalı pianoçu bəstəkar Fodor'un klavir üçün konsertində Rondo Alaturka, Danimarkalı bəstəkar Pörson'un fortepiano üçün yazdığı Rondo Alaturka, Alman bəstəkarı Berger'in Alaturka adlı fortepiano əsərini və s. bu janrın nümunəsi kimi qeyd etmək olar. İcazənizlə Alman bəstəkarı Berger'in Alaturkasını ifa etmək istəyirəm. Alman kitabxanasından biz əldə etmişik. Referen hissəsini ifa edəsiniz. Biz Alman kitabxanada bunu almışdıq. Klasik dövrün üç böyük bəstəkarı Joseph Haydn, Mozart, Beethoven türk üslubunda musiqilər yazmışdır. Türkiyə üslubu yalnız səhnə musiqisində deyil, instrumental musiqidə də öz əksini tapmışdır. Haydn hərbi simfoniyada türk musiqisindən istifadə etmişdir. Allegretto hissəsində döyüş təsvir olunmuş, finalın sonunda isə qısa bir repriza yenidən işlənmişdir. Öz növbəsində Beethoven'də böyük simfonik döyüş əsəri olan Wellington'un qələbəsi, yaxud Viktoriya döyüşü 1813-cü il vasitəsilə Britaniyanın fransızlar üzərində qələbəsini təsvir edərkən türk üslubundan istifadə etmişdir. Qarşı-qarşıya duran Britaniya və Fransa orduları öz hərbi marşlarını Yeniçəri aranjmanında ifa edərək döyüşə doğru irəliləyirlər. Beethoven 1824-cü ildə 9-cu simfoniyasının son hissəsində yenidən türk üslubuna müraciət etmişdir. Burada tenor solist ona dəstək verən tenor və bas xoru ilə birlikdə pianissimo ifa edən türk alətlərinin müşayiəti ilə məşhur mövzu üzərində çiçəklənmiş bir variasiya oxuyur. Sevindim günəşinin uçduğunu görməkdən məmnunam. Qeyd etmək lazımdır ki, Beethoven'in türk marşı da mövcuddur. O, bu əsər sağlığında populyar qazanmamışdır. Bu marş 1809-cu ildə yazılmış, orijinal mövzu üzərində 6 variasiya üçün bəstələnmiş və türk üslubunda işlənmişdir. Daha sonra 1811-ci ildə Beethoven bu türk marşını Afina Xarabalıqları adlı piyesinə daxil etmişdir. Bu əsərin premyerası 1812-ci ildə Budapeştdə baş tutmuşdur. Beethoven'in türk marşından referent hissəsini ifa etmək istəyirəm. İcazənizlə.
Yeniçəri musiqisi üslubundan 1775-ci ildə bəstələdiyi 5 nömrəli skripka konsertinin finalında istifadə etmişdir. Bu əsər bəzən Türk konserti də adlandırılır. Mozart bu hissəni 1772-ci ildə Milanda tanış olduğu Starçın hərəmxana qısqanclığı baletindən götürmüşdür. Slayd 409. Slayd. Mozart Yeniçəri musiqisini 11 nömrəli fortepiano sonatasının finalında məşhur türk üslubunda rondo, həmin tonallıqda la majorda yazılmış və oxşar elementlərə malikdir. Eləcə də Tufan və Döyüş adlı iki effektli kontradansda istifadə etmişdir. İcazənizlə Mozart'ın türk marşını ifa etmək istəyirəm. Türk bəstəkarı Fazıl Tay caz elementləri ilə işləyib, həm işləməni ifa etmək istəyir, referens hissəsini. Bildiğimiz gibi Fazıl Say burada hem Türkçe üslubundan hem ragtime üslubunu birleştirip sentez etmiştir. Dikkatinize göre teşekkür ederim. Teşekkür etmək istəyirəm. Sizə də, sizin rəhbərinizə də maraqlı mövzuya görə həm də ifa etdiniz. Bunun özü də çox təqdirə layiqdir. Bir dənə balaca iradım var. Yeniçəri deyil, Yeniçəri yox. Yanıçarı ruslar deyirlər, ya Avropalılar deyirlər. Amma Bəlmə vurğulamışdır. Yeniçəri deməli. Bir dənə bax. Mən də mən də sizi təbrik etmək istərdim. Həm sizi, həm hörmətli Ülkər xanımı. Çox maraqlı məruzə idi. Buraxılış işinin Leyla xanım mövzusu budur, düzdürmü? Çox maraqlı mövzudur, çox aktual mövzudur və siz orijinal yanaşmanı təsir etdiniz. Siz musiqişünassınız. Amma ilkin sizin təsiriniz yəqin pianoçudur, düzdürmü? Gözəl məruzədir, əhatəli məruzədir. Hansı biz yeni məqamları eşitdik, yeni nümunələri əsas odur ki, eşitdik. Yəni, deyirik, burada təcrübəni, nəzəriyyəni sintez etmişsiniz və gözəl də nəticə alınıb. Bu mövzuda kifayət qədər elmi ədəbiyyat mövcuddur. Düzdürmü? Biləm, siz tanışsınız bütün bu. Çünki həqiqətən də zəngin elmi ədəbiyyat var və bu son elmi ədəbiyyat nümunələrindən biri də Tahirə Kərimovanın məruzəsidir. Sırf Mozart'ın Türk marşına həsr olunmuş və orada sırf mehtər musiqisi ilə onun konkret olaraq paralelləri və etnik musiqi ilə deməli, ümumiyyətlə bu Yeniçəri musiqisinin təkmilləşməsində, yaranmasında etnik musiqinin rolu sırf Türk xalqlarının musiqi təfəkkürünün irəli gələn qanunu uygulamaq. Biləm, o məqalərlə siz tanışsınızmı, ya yox? Əgər tanış deyilsiniz, o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Türk-Soylu xalqlar musiqi mədəniyyətinin tədqiq problemləri mövzusunda ilini mən sizə dəqiq deyə bilmərəm, amma o deməli topluda dərc olunmuşdur. Zəhmət olmasa onunla da tanış olun və Türk alimlərinin də kifayət qədər elmi deməli ədəbiyyat nümunələri mövcuddur. Orada sırf misal üçün opera janrında bu mehtər musiqisinin, türk üslubunun təfsiri, instrumental musiqidə və s.
Yaxşı, çünki mövzu həqiqətən də maraqlıdır. Baxmayaraq ki, bu işlənilmiş mövzuda, amma siz yeni hansısa cavabları, yeni aspektləri tapmağa müvəffəq olmuşdur və mən bu münasibətlə sizi təbrik edirəm.